Bəzi tamaşaçılar bilirik ki, tıxacdan bezənlər kifayət qədərdir və bunun həlli üçün müxtəlif layihələr həyata keçirilir. Onlardan da biri məhz Bakıdan Xırdalına ekspres marşrut xəttidir. Bəli, daha ətraflı ilə əməkdaşımız Aydan bizə məlumat verəcək. Aydan, salam, sabahın xeyir olsun. Biz səni eşidirik, buyur. Salam, sabahınız xeyir İlhan, Könül, həmçinin ekran qarşısında bizi izləyən tamaşaçıları da salamlayırıq. Deməli, bugündən Xırdalandan Bakıya ekspres marşrut xətti açılacaq. Bu xətt üzrə isə sərnişinlərin daşınması üçün 10 iri tutumlu avtobuslar fəaliyyət göstərəcək. Bəs maraqlıdır, gediş haqqı nə qədər nəzərdə tutulub, intervallar necə müəyyənləşdirilib? Bu haqda isə ətraflı məlumatı bizə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov verəcək. Tural müəllim, buyurun, informasiyanı sizdən alaq. Salam, ümumiyyətlə qeyd edim ki, artıq bugündən Y2 nömrəli ekspres marşrut xəttləri fəaliyyətə başladı. Qeyd edin ki, bu marşrut xətti Xırdalan şəhərindən başlanğıcını götürür və 20 yanvar metro stansiyası istiqamətində vətəndaşların rahat və maneəsiz və keyfiyyətli sərnişin daşıma xidmətinin təmin edilməsi istiqamətində atılan bir addımlardır. Mən ümumiyyətlə qeyd etmək istərdim ki, bu avtobusda siz də qeyd etdiniz, 10 iri tutumlu avtobus fəaliyyətə başlayıb və aralıq dayanacaq məntəqələrini qeyd etmək istərdim. Xırdalan şəhərindən başlanğıcını götürən avtobuslar Abşeron rayon su kanal idarəsi, Heydər Əliyev prospektində 2 məntəqədə AF və Kristal Abşeron yaşayış kompleksləri, Abşeron rayon mədəniyyət mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, 20 yanvar metro stansiyası və son olaraq 3-cü mikrorayon dairəsi Rövşən Cəfərov küçəsidir ki, bu avtobuslar bu aralıq dayanacaq məntəqələrində saxlamaqla vətəndaşlara xidmət göstərirlər. İnterval bu avtobuslarda 8-10 dəqiqə təşkil edir. Ümumiyyətlə qeyd edim ki, bu istiqamətdə biz mütəmadi olaraq təhlillər aparılır. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən və vətəndaşlara keyfiyyətli xidmətin təmin edilməsi istiqamətində bu ekspres avtobusları yaradıldı. Bu istiqamətdə işlər davam etdirilir və yeni istiqamət olduqca əlbəttə ki, biz ictimaiyyətə bu barədə məlumat verəcəyik. Ümumiyyətlə bir məqamı da xüsusilə qeyd etmək istədim ki, bu avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir və ödəniş 60 qəpik təşkil edir. Çox sağ olun informasiyaya görə Tural müəllim. Onu da vurğulayaq ki, avtobuslar səhər saat 6-dan gecə saat 12-yə kimi fəaliyyət göstərəcək. Bizdən bu qədər, sözü yenidən sizə ötürürük. Təşəkkür edirik Aydan.